Karşı durmalar mərhələsinə Röyanın komandasıyla devam edirik. Ay göstərin. Elə mahnılar var ki, arada qorxursan ona əl vurmağa. Yaxşı ki, dönmüşəm belə bir səsə. Mən dönəndə... Aferin sənə, sonuna qədər qaldı. Bu uşaq belə yaxşı xalq mahnılarını oxuyacaq. Bu iki səs gəlib, bax belə, o ayrı-ayrı xasiyyətdə dostlar olur. Bir yolda gəlib birləşirlər, ömür boyu dost olurlar. Onu mənə inandıracaqlar. Biri sənə oxuyurdu, bilmirəm demək olaraq yoxsa. Biri sənə oxuyurdu, o birisi isə bütün tamaşaçılara. Mən tamaşaçılara oxuyanı seçərdim Röya. Mən əminəm ki, buradan gedən iştirakçı ona hamısını gecələr yatmayıb, ay bunun TikTok'u, nə bilim, YouTube'u. Valla özümdən çox